Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. 2 saylı internet televiziyasının efirində bizimlə həmsöhbət verilişindəyik. Xoş gördük hər birinizi. Hörmətli tamaşaçılar, hər zaman günün aktual mövzularına toxunan və bununla bağlı qonaqlar dəvət edən bizimlə həmsöhbət bugün də ənənəsinə sadiq qalıb. Bu günləri biz elmdən, elmin inkişafından danışacağıq və təsadüfi deyil ki, mənim qonağım da məhz bu mövzu ilə bağlıdır. Belə ki, verilişimizin bugünkü qonağı, mənim bugünkü həmsöhbətim Azərbaycan Respublikasının prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayevdir. Elçin müəllim, bir daha xoş gəlmisiniz verilişimizə, xoş gördük sizi. Xoş gördük. Təşəkkür edirik dəvətimizi qəbul edib bizimlə bərabər olduğunuz üçün. Çox sağ olun. Mən istərdim Elçin müəllim, ilk olaraq sualımı bu istiqamətdən başlayım. Gəlin, Elmin İnkişaf Fondunun yaranması zərurəti haqqında danışaq, başlayaq və tamaşaçılarımıza bir də bizim televiziyamız vasitəsilə məlumat verək. Ümumiyyətlə, ölkənin inkişafında və bu dinamikliyin fonunda bütün istiqamətlərin inkişafına dövlət başı tərəfindən xüsusi diqqət yetirilir və bu mənada elmin təhsilin inkişafı da istisna deyilir. Hətta mən deyərdim ki, hər imzalanan 10 sərəncam və ya fərmandan biri mütləq ya elm və təhsilə aiddir və bunun özü də xüsusi bir diqqətin təzahürüdür. Bu mənada dünyada gedən qlobal proseslərə qoşulmaq və bu proseslərdə fəal iştirak etmək üçün elmi maliyyələşdirməsinin daha bir çevik mexanizmini axtarmaq zərurəti vardır və bu isə bir qayda olaraq dünya praktikası göstərir ki, məhz elmə dəstək verən fondlar vasitəsilə həyata keçirilir. Digər tərəfdən ölkədə elmin inkişafı üzrə milli strategiya hazırlanmışdı. 2015-ci ilə qədər olan hədəflər nəzərdə tutulurdu və Elmin İnkişafı Fondu məhz bu milli strategiyanın tərkib hissəsi olaraq 2009-cu ildə 21 oktyabr tarixində ölkə başçısının müvafiq sərəncamı ilə yaradıldı və o dövrdən təbii ki, bu fond onun üzərinə qoyulmuş vəzifələri uğurla yerinə yetirir. Təşəkkür edirəm və bilirsiniz ki, Azərbaycan gənc bir ölkədir və gənc olduğu qədər də gənclərə həqiqətən də böyük dəstək var və gənclərin işinin yaxşılaşdırılması, ümumiyyətlə gənclərin savadlığı baxımından bu istiqamət dövlətimizin əsas prioritetidir. Və mənim üçün maraqlıdır, bu fond da yəqin ki, gənclərlə iş prinsipini öz üzərinə götürüb. Maraqlıdır, gənclərlə iş prinsipini hansı istiqamətlərdə qurursunuz? Mən biraz sizin dediyiniz o cümləni başqa cür deyərdim ki, Azərbaycan çox qədim ölkədir, amma gəncləşən ölkədir və bu mənada bu gəncləşmənin bir tərkib hissəsi olaraq gənclərə bütün mənada xüsusi diqqət yetirilir. Baxın, yəni gənclərin problemləri ilə məşğul olmaq üçün də xüsusi fond yaradılıbdır və ya gənclərin məşğulluğunu əhatə etmək üçün Gənclər və İdman Nazirliyinin çox maraqlı tədbirləri olur və bu tədbirlərdə biz çox böyük həvəslə iştirak edirik. Biz də bu prosesdən kənarda qalmırıq, öz töhfəmizi veririk. Ümumiyyətlə, Elmin İnkişafı Fondu yaşından asılı olmayaraq bütün alimləri, yəni fəal çalışan alimləri dəstəkləyir və bu mənada gənc alimlər bizdə xüsusi yer tutur. Bizim gənc alimlər həm yaşlı alimlərlə bərabər fondun qrant müsabiqələrində uğurla iştirak edirlər. Yəni, həmin vəqəti elmi yaradıcı kollektivin bir fəal üzvü olaraq. Digər tərəfdən biz mütəmadi olaraq gənc alim və mütəxəssislərin qrant müsabiqəsini elan edərək keçirik. Bu vaxtadək 3 müsabiqə deməli keçirilibdir, uğurla başa çatıbdır. Biz növbəti müsabiqəyə hazırlaşırıq, onun elan edilməsinə və bu müsabiqələrin təhlili göstərir ki, artıq gənclərdə elmə olan həvəs spontan yox, artıq bir məqsədyönlü şəkildə keçirilir. Həm də statistika qəribə bir nəticələr göstərir. Biz adətən gender bərabərliyindən danışırıq. Hətta bizim sonuncu müsabiqəmizdə gender bərabərsizliyini ortaya çıxardıq və aydın oldu ki, layihə rəhbəri və icraçıları arasında qadınlar üstünlük təşkil edir. Bunun özü də bir sevindirici haldır ki, artıq qadınların elmə olan marağı getdikcə daha da artmaqdadır. Gənc alimlərimizə hansı yollarla biz dəstək veririk? Bizim qrant layihələri müəyyən mənada kompleks xarakter daşıyır. Yəni, həm burada alimlərə stimullaşdırıcı əmək haqqı verilir, məqsəd onların müəyyən mənada sosial deməli, vəziyyətinin yaxşılaşdırılmasıdır və ona da qeyd edim ki, bizim verdiyimiz stimullaşdırıcı əmək haqqı onların əsas iş yerindəki əmək haqqlarından bəzən dəfələrlə çox olur.
Digər tərəfdən biz alimlərimizi elmi ezamiyyətlərə göndəririk. Və inandırım ki, sizi mən bunu efirdən açıq deyə bilərəm, bəzən onları hətta məcbur eləyirik. Çünki elm inteqrasiyadan keçir, elm beynəlmiləldir, elmin müəyyən mənada vətəni yoxdur, yəni sərhədləri yoxdur. Alınmış elmi nəticələri müzakirə etmək üçün tanınmış mərkəzlərə getmək lazımdır, tanınmış institutlarda olmaq lazımdır, əlaqələr qurulmalıdır və bu əlaqələr inkişaf etdirilib daha böyük əməkdaşlığa çevrilməlidir. Bu mənada bəzən zarafatla deyirik ki, istəyirsiniz Antarktidaya gedin elmi məqsədlər üçün, sadəcə bunu ciddi şəkildə əsaslandırın ki, siz ora getməlisiniz. Həmçinin alimlərimizə elmi cihazlar, avadanlıqlar, qurğular, məmulatlar, reagentlər, qeyri-maddi aktivlər, yəni proqramlar və s. onlar da alıb veririk. Bu da layihənin qarşıya qoyduğu məqsədlərdən asılıdır. Tələb olunursa, deməli, o siyahı bizə layihədə verilir, ekspertlər qiymətləndirir, təbii ki, layihəni. Ondan sonra biz həmin o lazım olan həmin o məmulatlar və yaxud da cihazlar və s. alıb veririk. Lazım gəldikdə iş və xidmətlər həyata keçirilir. Onlar üçün mütləq şəkildə İKT avadanlığı veririk, yəni ən müasir parametrlərə malik olan notebooklardan tutmuş digər deməli avadanlıqlara qədər biz onları veririk. Yəni hər bir şərait yaradılır ki, gənc alimlər azad şəkildə öz yaradıcılıqlarını həyata keçirsinlər, davam etdirsinlər və alimlər üçün biz gənc alimlər üçün xüsusi konfranslar keçiririk. Hər müxtəlif mövzulardan olur. Yəni bunların arasında innovasiyalardan tutmuş da ölkədə davamlı turizmin inkişafına qədər olan mövzuda və gənc fiziklər üçün yay məktəbinin keçirilməsi beynəlxalq. Bunların hamısı o məqsədə qulluq edir ki, gənc alimlərimiz daha da püxtələşsinlər. Çünki ölkənin gələcəyi onların çiyinlərindədir. Və bu qayğı həm də böyük məsuliyyət deməkdir. Çünki bunların hamısı dediyim kimi gələcəkdə müəyyən mənada onlardan hesab sorulacaqdır ki, siz gənc alimlərin formalaşması eyni zamanda ölkənin gələcəyi deməkdir. Çünki elm özü gələcəyə açılan qapılar deməkdir və bu qapıları necə açmaqdan isə deməli çox şey asılıdır. Aydındır, təşəkkür edirəm Elçin müəllim. Qeyd elədiniz ki, alimləri hətta ölkənin bir çox xarici ölkələrə göndərirsiniz, orada hansısa təcrübə keçmək məqsədilə və mübadilə şəklində. Maraqlıdır, dost ölkələrlə elmin inkişafı ilə bağlı belə deyək, mübadiləni hansı səviyyədə qurursunuz? Yoxsa sırf bu dost ölkələrlə bağlı deyil, ümumilikdə dünyanın hansı ölkəsi olmasına asılı olmayaraq həyata keçirilir bu layihələr? Statistika çox güclü bir şeydir. Mən sizə rəqəmlər də göstərəcəyəm. Ümumiyyətlə, bizim qrant müsabiqələrinin növləri çox müxtəlifdir, çox zəngindir. Yəni, burada ənənəvi klassik qrant müsabiqəsini keçirməklə yanaşı, böyük maliyyə həcmli müsabiqə ilə yanaşı, eyni zamanda biz müxtəlif xarakterli müsabiqələr təşkil keçiririk. Məsələn, universitet qrantı olub, sənaye qrantı olub, İKT qrantı olub, qeyd etdiyim kimi gənc alim və mütəxəssislərin qrant müsabiqəsi, Şuşa qrantı müsabiqələri keçirmişik və s. və s. Bunlarla yanaşı bizim bir xüsusi qrant müsabiqəsi növü var. Bu da mobillik qrantı adlanır. Yəni, mobillik sözündəndir, çeviklik mənasında. Məqsəd burada ikidir. Yəni, bir, alimlərimizi yaşından asılı olmayaraq, amma xüsusilə gəncləri biz burada nəzərdə tuturuq, xaricdə qısa müddətli təcrübə keçməyə göndərməyə. Buna bəzən stajirovka da deyirlər. Məqsəd onların püxtələşməsidir, yeni texnologiyaları, yeni metodları öyrənilməsi və onların gəlib Azərbaycanda tətbiq olunması elmi tədqiqatlarda, həmçinin öz həmkarlarına öyrədilməsi. Çünki bəzən bunlar çox bahalı bir kurslar olur, bunlar Massachusetts Texnologiya Universitetinə qədər biz göndəririk onları, çox böyük deməli, və ya Almaniya, Yaponiya bunları öyrədilməsidir. İkinci məqsəd isə alimlərimizin aldığı elmi nəticələrin dünya miqyasında nüfuzlu elmi konferanslarda şifahi şəkildə məruzə edilməsidir. Bax, bu mənada biz alimlərimizi qeyd etdiyimiz yollarla və digər tərəfdən də layihələr çərçivəsində elmi ezamiyyətlərə göndəririk. Çox böyük xeyri olur bunu, yəni bunu heç kəs dana bilməz və bu mənada
ezamiyyətlərin araşdırılması da nəticələr göstərir ki, əksəriyyəti bunların elmi əməkdaşlığa gətirib çıxarır. Yəni alimlərimiz arasında o səbəbdən bizim üçün yəni yaxın qonşu ölkə, uzaq ölkə anlayışı yoxdur. Bizim üçün nüfuzlu, əhəmiyyətli elmi mərkəzlər, institutlar, universitetlər var və dünyanın 38 ölkəsinə biz deməli 11 milyon deməli manat ətrafında bax bu cür deməli müxtəlif ezamiyyətlər həyata keçirmişik və bunların özü çox böyük bir rəqəmdir və hesab edirəm ki, biz gələcəkdə də bu ənənəni davam etdirəcəyik. Təbii ki, qonşu ölkələrlə, dost ölkələrlə münasibətlər daha da inkişaf etdirilməlidir. Bu mənada elmin inkişafı fondu bir çox bizə qohum olan təşkilatlarla sazişlər imzalayıbdır və birgə müsabiqələr keçirir və ya keçirməyə hazırlaşır. Yəni bunların sırasında mən çox gözəl əlaqələrimiz olar, Belarusu göstərə bilərəm, Türkiyədən TÜBİTAK-ı göstərə bilərəm, Fransadan CNRS, onların çox böyük imkanlara malik olan bir qurum, Rusiya Fundamental Tədqiqatlar Fondu və s. Yəni Gürcüstanda Şotar Rustaveli adına Milli Elm Fondu. Yəni mən bu yaxın ərazini nəzərdə tuturam. Digər tərəfdən fondun özü beynəlxalq əməkdaşlıqda maraqlıdır və çox da fəal iştirak edir. Yəni burada həm Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının deməli elm və texnologiya üzrə işçi qrupundan danışa bilərəm. Biz bir fond olaraq 2 il müddətində həmin işçi qrupun koordinatoru olmuşuq. Yəni bu böyük bir məsuliyyət idi. Hətta Bakıda biz nazirlər səviyyəsində çox böyük bir iclasın keçirilməsinə də nail olduq. Digər tərəfdən biz məşhur Eranet proqramında donor qismində çıxış etmişik. Eranet Avropa tədqiqat zonası ilə bağlıdır. Bu saat biz Avropa İttifaqının çox böyük maliyyə resurslarına malik olan Horizon 2020 proqramında 2 layihədə fəal iştirak edirik. Yəni bir qurum olaraq biz 2 layihədə, yəni həm özümüz qrant veririk alimlərə, digər tərəfdən bir qurum olaraq biz Avropa İttifaqının qrantını almışıq və elm siyasətinin formalaşdırılması, elmi nəticələrin qiymətləndirilməsi, meyarlarının hazırlanması kimi mühüm deməli işlərin həyata keçirilməsində iştirak edirik. Biz Qlobal Tədqiqat Şurasının deməli iclaslarında iştirak edirik və tamamilə bir bərabər hüquqlu üzv kimi bütün bu müzakirələrdə öz sözümüzü deməli ucadan deyə bilirik, ölkəmizi təmsil edirik. Yəni bu cür o əməkdaşlıq elementlərini kifayət qədər saymaq olar. Məsələn, məşhur Elsevier və Thomson Reuters şirkətləri ilə bizim çox səmimi əməkdaşlıq münasibətlərimiz var. Alimlərimiz üçün treninqlər təşkil edib keçiririk, onları qiymətləndiririk və bunlar hamısı bu yaxınlarda o baş vermiş hadisələrdir. Bunlar haqqında. Yəni fəaliyyət kifayət qədər zəngindir və getdikcə bu formatı özünü də daha da deməli zənginləşdirməyə çalışırıq. Aydın, təşəkkür edirəm ətraflı cavabınız üçün Elçin müəllim. Qeyd elədiniz ki, bir çox dünya ölkələrindən təşkilatları ilə sıx mübadilədə siz əməkdaşlıq edirsiniz. Yəqin ki, bu işin içində olan bir insan kimi bu fikri siz daha yaxşı deyirsiniz. Azərbaycan hal-hazırda elmin inkişafı baxımından digər inkişaf etmiş ölkələrdən nə dərəcədə geridədir və yaxud da ki, qabaqdadır? Bilirsiniz, bu cür müqayisə aparılması özü nisbi xarakter daşıyır. Yəni, bilavasitə götürüb və hansısa statistik rəqəmləri müqayisə etmək özü də müəyyən mənada düzgün deyil. Mən həmişə deyirəm, statistika həm güclüdür, həm də təhlükəli bir məsələdir. Nə mənada? Tutaq ki, biz götürək Rusiya alimlərinin
və Azərbaycandakı alimlərin məhsulu. Məhsul, yəni əsasən burada nəzərdə tutulur, nəşr olunmuş məqalələr və s. və s. Burada nisbi rəqəmlərdən istifadə etmək lazımdır. Yəni Rusiyadakı alimlərin sayını bölmək lazımdır onların məhsullarının sayına və ya əksinə. Hansısa bir əmsal çıxartmaq lazımdır, eyni şeyi Azərbaycan üçün etmək lazımdır və bu əmsalları bir-birinə müqayisə etmək lazımdır. Yəni, bir alimə düşən məqalənin sayı və yaxud da bu məqalələr harada çap olunub və bu mənada müqayisə daha obyektiv olardı. Yəni, sadəcə götürüb məqalələrin sayını müxtəlif ölkələr üçün müqayisə etsək, hətta belə deyək də, öz ərazisinə və əhalisinin sayına bərabər olan ölkələri müqayisə edəndə də bunlar o qədər də düzgün olmayan deməli bir mənzərə verə bilər. Amma bu o demək deyil ki, biz elmdə, Azərbaycan elmdə öz sözünü deməyibdir. Müəyyən sahələr var ki, hansısa bir ölkədə daha da inkişaf edir və bu sahədə olan hətta bir neçə alimin verdiyi töhfəni bütöv bir alimlər ordusunun verdiyi töhfə ilə müqayisə etməyə dəyməz. Azərbaycan da bu mənada öz sözünü deməyə çalışır. Bəzən bizə hətta qınayırlar ki, niyə biz bir fond olaraq Adron Collider'ində, yəni İsveçrədəki o məşhur eksperimentdə olan layihələrə bizim alimlərimizi göndərmək üçün qrant veririk. Yəni, onu səbəb gətirirlər ki, biz o qədər də inkişaf etməmişik, ora bizim yerimiz deyil və s. Əksinə, bizim yanaşmamız tamam başqadır. Biz ona da hazır olmalıyıq və ona hazırlaşmalıyıq daha doğrusu. Və bu mənada bütün mümkün elm sahələri və istiqamətlərində biz kifayət qədər qrant verməyə çalışmalıyıq və bu səbəbdəndir ki, bizim fondumuz elm sahə və istiqamətləri arasında fərq olmur. Yəni, bütün elm sahə və istiqamətlərini biz açıq elan edirik. Yəni, bizim o klassifikatorda bunların hamısı öz əksini tapıbdır. Biz tək fundamental elmi yox, həm də tətbiq elmi, innovativ xarakterli layihələri dəstəkləyirik və elə bunlar da bizim fondu digər fondlardan fərqləndirir ki, bizdə daha çox universallıq vardır. Və böyük ölkələrdə, böyük maliyyə yatırımları qoyulan ölkələrdə təbiidir ki, və uzun illər ənənəsi olan və dünyanın bir çox yerlərindən o brilyant ağılları ora toplamış ölkələr təbii ki, daha irəli gedən inqilabi nəticələr almağa qadirlər. Amma bizim ölkəmiz də bu məqsədə doğru özünü yönəldibdir və ölkə başçısı möhtərəm cənab prezident İlham Əliyev qarşımıza çox konkret bir vəzifə qoyubdur ki, əvvəla Azərbaycan tez bir zamanda regionun həm də elmi mərkəzinə çevrilməlidir. Yəni, biz qalan başqa mənalarda biz regionda liderik, həm də elmi mərkəzə çevrilməliyik regionun. Digər tərəfdən, cənab prezidentin bir sözündə mən həmişə xatırlayıram ki, biz elmi nailiyyətlərin istifadəçisinə yox, onların müəllifinə çevrilməliyik. Bu mənada bütün Azərbaycanda elmlə bağlı təşkilatlar hamısı vahid bir bu amal ətrafında birləşməlidir və bir-birimizi dəstəkləməliyik və eyni zamanda alimlərimiz üçün bütün şəraitlər yaratmalıyıq ki, tez bir zamanda məhz o meyarlara cavab verən alimlər ordusu yetişsin. Amma bu heç də o demək deyil ki, bugün bizim bu cür alimlərimiz yoxdur. Və mən həmişə nə qədər o tənqidin öz yeri olsa da, o qiymətləndirməyi də həmişə mən üstün tutmuşam. Özümüzün çox gözəl alimlərimiz var. Dünya miqyasında tanınan alimlərimiz var. Həm burada yaşayan, həm xaricdə, diasporada yaşayıb fəaliyyət göstərən alimlərimiz var. Onları qiymətləndirməliyik və eyni zamanda burada alınmış nəticələri dünya miqyasında tanıtmağı bacarmalıyıq. Bəzən elə olur ki, gözəl almış nəticələr dünya miqyasında çıxara bilmirik və bu da əməkdaşlıqdan keçir, konferanslarda məruzələrdən keçir və bu tanınmağın da müxtəlif yolları var. Xarici alimləri, həmkarları bura dəvət etməkdən, burada konferans keçirməkdən keçir bunun yolu. Bəs bu yaxınlarda məsələn biz
2 konfransı cəmsi bir ayın içində maliyyələşdirilməsində kömək etdik, keçirdik. Birinci Türkiyoloji Qurultayın 90 illinə həsr olunmuş həmin konfrans, beynəlxalq konfrans bizim maliyyə dəstəyi ilə keçirildi. İkinci konfrans isə Asiya və Sakit Okean hövzəsi ölkələrinin kvant informatikası sahəsində olan həmin o konfransı idi ki, bir çox ölkələrdən tanınmış alimlər gəlmişdilər. Bunlar Sinqapurdan tutmuş da digər Özbəkistana qədər bu alimlər iştirak etdilər və bunların arxasında həm elmi nailiyyətlərin məruzə edilməsi, bölüşdürülməsi, eyni zamanda mədəniyyətlər arası dialoq durur. Çünki gələn insanlar, gələn alimlər həm də ölkə ilə tanış olur, onun mədəniyyəti ilə tanış olurlar və onların bir məna olaraq hamısı valeh olur. Həm ölkənin özünə, həm inkişafa, elmə ayrılan diqqətə, eyni zamanda deməli bizim qonaqpərvərliyimizə. Yəni bunlar bizim qanımızda, canımızda olan xüsusiyyətlərimizdir və bunları heç nə ilə dəyişmək olmaz. Təşəkkür edirəm ətraflı cavabınız üçün Elçin müəllim. Bir nüans da var. Bildiyinizə görə həm də cənab prezidentin gənclərimizin bugün də xaricdə təhsil alması ilə bağlı dövlət proqramları qəbul olunur və hər il nə qədər gənclərimiz xaricdə təhsil almaq üçün göndərilir. Bir şey maraqlıdır. O fondun belə deyək, keçirdiyi layihələrdə sırf bakalavr, magistratura təhsilini xaricdə alan gənclərimiz üstünlük təşkil edirmi? Yəni Azərbaycanda təhsil alan gənclərə nisbətən onların fəaliyyətini biz daha da yüksək qiymətləndirə bilərikmi? O fərqi hiss edirsinizmi? Mən burada bir məsələni qaçışdırmayaq. Yəni xaricdə təhsil alan gənclərimiz, onlar əslində bizim üçün potensial alimlərdir. Çünki onlar o yüksək deməli bacarıq və vərdişlər əldə etdikdən sonra mən əminəm ki, onların əksəriyyəti vətənə dönəcək və burada elmi fəaliyyətlərini davam edəcək və müəyyən mənada artıq fond onlara özlərinin potensial qrant iddiaçıları kimi baxır. Hətta mən belə bir fikir söyləyim, yeri gəlmişkən ki, onlar müəyyən hissəsi qayıtmasa da belə mən ona sevinərəm. Yəni xaricdə qalıb çox güclü deməli elmi fəaliyyət göstərib ölkəmizi dünya miqyasında tanıdacaqlarsa, bundan kədərlənmək lazım deyil. Bunun özü də bir Azərbaycan adı deməkdir. Amma bizim qrant müsabiqələrində qeyd etdiyim kimi yaşlı nəsil, orta nəsil alimlərlə yanaşı gənc alimlər də iştirak edir və bunların sırasında puxtələşmiş bakalavr və ya magistr pilləsini bitirmiş deməli gənclər də iştirak edir. Və digər tərəfdən biz izləyə bilirik statistik məlumat bazası əsasında. Yeri gəlmişkən biz dövlət proqramı çərçivəsində, Azərbaycan gəncliyi üzrə dövlət proqramı çərçivəsində gənclər haqqında, fəal çalışan gənc alimlər haqqında məlumat bazası yaratmışıq. Çox zəngin bir bazadır və oradan görə bilərik ki, xaricdə təhsil alaraq geri dönmüş həmin o gənclərin deməli yeri nə cürdür? Həqiqətən də onlar üstünlük təşkil edir. Bu yenə bir daha onu göstərir ki, o qlobal dünyanın o qloballaşan elmin o yaratdığı şəraitdən bəhrələnmiş insanlar gələcəkdə də öz fəallıqlarını daim saxlaya bilirlər. Və bunların sırasında da təbiidir, hətta bizim qalib layihələrin rəhbər və icraçıları sırasında prezident mükafatçıları var gənclər arasında və ya akademiyanın, digər nazirliklərin, Gənclər və İdman Nazirliyinin təsis etdiyi mükafatı almış gənc alimlər var. Və bunların özü deməli bir daha onu göstərir ki, əvvəla bizim seçim düzdür. İkinci tərəfdən də məhz bu ölkənin, dövlətin yaratdığı şəraitdən bəhrələnən alimlər deməli inkişaf etməyə qadirdirlər və onlardan çox böyük gözləntilər var. Bir şey də mən qeyd edim, yəni bu gənclərdən danışırıq, məsələn, yaş məsələsi. Bir səhv etmirəmsə,
Gənclik üçün yaş həddi 29 yaşdır, amma bizim qrant müsabiqələri üçün biz bunu 35 yaş həddində müəyyənləşdirmişik. Bizim ən gənc qalib layihə rəhbərinin deməli 16-17 yaşı vardı. Yəni mən o ərəfədə lisey şagirdi idi, Natiq Babayev. İnformasiya, kommunikasiya texnologiyaları sahəsində o deməli qalib oldu. Hal-hazırda həmin şəxs o qədər irəli gedib ki, yəni dünya miqyasında keçirilən bir çox olimpiada müsabiqələrdə deməli əksər hallarda birinci yer tutur, ikinci yer tutur. O artıq özü müstəqil şəkildə proqramlar yazır, o dəvətlər alır. Hal-hazırda ADA Universitetində uğurla təhsil alır. Bax, görürsünüz, yəni müəyyən mənada o qrant layihəsi ilə olunan kömək özü də bir təkandır və gələcəkdə bu cür istedadların daha da formalaşmasına, onların irəli getməsinə kömək olur. Bu mənada seçim o qədər də asan deyil. Yəni, çünki qrant layihələrinin seçimi bizdə şəffaflıq prinsipi qoyulmaqla keçirilir müsabiqələr. Lakin qrant layihələrinin qiymətləndirməsində biz müstəqil ekspertlərin əməyindən istifadə edirik və konfidensiallığı qoruyuruq. Yəni, müstəqil ekspertin verdiyi rəylər artıq subyektiv deyil, obyektivdir və yalnız o elmi meyillara cavab verən layihələr seçilir, maliyyələşdirilir və sonradan onların hamısının da olmasa böyük bir hissəsinin tətbiq olunmasına çalışırıq. Bax, bu məsələ özü çox mühümdür. Çünki alınmış nəticələr tətbiq olunmalıdır, xüsusilə də ölkə iqtisadiyyatına xeyir gətirməlidir. Çünki elmə qoyulan sərmayə yəni tez bir zamanda öz bəhrəsini verə bilmir. Müəyyən zaman tələb olunur, vaxt keçməlidir. Amma mütləq onun sonu gəlib tətbiqə gəlməlidir, ölkə üçün xeyir verməlidir, ölkənin özünün həm iqtisadi cəhətdən inkişafına, həm mədəni cəhətdən inkişafına, ölkənin güclənməsinə, onun müdafiə qüdrətinin güclənməsinə və bütün bu proseslərə öz töhfəsini verməlidir. Bu, bir mənalı olaraq deməli bu cür. Aydındır, təşəkkür edirəm. Yekun sualımı verəcəm Elçin müəllim. Ölkə daxilində hansı qurumlarla əməkdaşlıq edirsiniz? Fəaliyyətinizə yardımcı olmaq istəyən qurumlarınız çoxdurmu? Razısınızmı və o qurumlarla əməkdaşlıqdan? Əlbəttə ki, mən bayaq da çıxışımda qeyd etdim ki, ölkədə qarşımıza qoyulan, elmin inkişafı istiqamətində qarşımıza qoyulan məsələlərdə biz əl-ələ və çiyin-çiyinə birlikdə çalışırıq və heç bir problem yoxdur. Əksinə, deməli, bizim o əməkdaşlığımız çox şaxəlidir. Yalnız hansısa bir istiqamətlə məhdudlaşmır. Bu mənada bizim əməkdaşlığımız həm Milli Elmlər Akademiyası iləndir, Təhsil Nazirliyi ilə, deməli, Gənclər və İdman Nazirliyi ilə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, Müəllif Hüquqları Agentliyi ilə, Azərtacla. Yəni, belə götürəndə bir çox təşkilatlar, hamısı ki, onların adlarını çəkmək imkanı yoxdur. Onlarla biz çox səmərəli əməkdaşlıq edirik və bunlar öz bəhrəsini verir. Aydındır. Təşəkkür edirəm Elçin müəllim. Çox sağ olun. Dəyərli vaxtınızın aldığınız üçün, gəldiyiniz üçün və suallarımızı ətraflı şəkildə cavablandırdığınız üçün çox sağ olun. Belə hörmətli tamaşaçılar, İki Saylı İnternet Televiziyasının efirində daha bir bizimlə həmsöhbətin sonuna gəlib çıxdıq. Nəzərinizə bir daha çatdırmaq istəyirəm ki, bugün biz elmdən, elmin inkişafından və bu sahədə dövlətimiz tərəfindən görülən işlərdən danışdıq və mənim bugünkü həmsöhbətimi bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev oldu. Hörmətli tamaşaçılar, izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti verilişlərimizdə görüşmək ümidi. Sağ olun, salamat qalın.